Bilirsinizmi, səbirsizlik həyatda nə zaman baş verir? Məsələlərin mahiyyətini və əhəmiyyətini dərk eləməyəndə, yolun axırını görə bilməyəndə kəmhövsələ olursan. Amma unutmayaq ki, gecənin ən son anı sübhə ən yaxın anıdır. Yəni gecənin qaranlığına, zülmət qaranlığına görə narahat ola bilərsən. Amma onun ən son anı sabahın ən yaxın anıdır. Yəni, zülmət qaranlıqda zülmətə qərq olmusan deyə düşünüb sən mənfi fikirlərlə özü yükləmiş olsan, amma düşün ki, hər bir gecənin açılan bir sabahı var. Hər çətinliyin ardınca gələn bir uğur var. Allah Teala Quran-ı Kərimdə İnşirah surəsində nə buyurur? Buyurur ki, İnnə mə'al usri yusra. Ayəni təkrarlayır, İnnə mə'al usri yusra. Çətinlikdən nəinki sonra, bəzən belə tərcümə edirlər ki, hər çətinlikdən sonra asanlıq. Yox, çətinliyin özündə bir asanlıq var, əgər biz onu bilmiş olsaq.